Ha, geldim çıktım exhibition'a. Ha. Şimdi göreyim ne var burada. Deyirlər maraqlı bir şey var. 7 ildir buradayım ama bir dəfə də bu exhibition'a gelmemişim. Her yıl yayda bu exhibition sergi olur. Canadian National Exhibition, CNE. Ama yazıları görürsünüz. Canadian National Exhibition. Kanada'nın milli sergisi. Ha. Kanada'nın milli sergisi. Maraqlı bir şey gözlenilir. Ama göre bakası göre ne olur? Millət var. Bugün həftənin 6-cı günüdür. Şənbə günü ve bugün insanlar çoktu burada. Ve burada atraksiyonlar var. Bu düz bir aya yakın devam edir. Burada sentyabrın 2'sine kimidir. Sabah axırıncı gündür. Sabah bağlanışı olacak. Ona göre bugün millet çoktu burada. Dəlixanadır. Millət çoxdur. Əvvəl mən o tayda gözlədim. Bilet aldım. Bak bu bilet aldım.
Sonra ise geldim indi bu tarafa. Bu tarafta bu elə bil ki, növbəni indi gözləyirəm ki, o şeye minim, o karaktere yani məsləhətim belədir sizə. Belə bir tədbirlərə, belə bir yerlərə, əsas da bu yerə şənbə, bazar gəlməyin. Bazar bəlkə də az adam ola bilər, amma şənbə günü məsləhət görürəm sizə bura gəlməyə. Mən bax bura minim, amma görürəm ki, buna oturup çoxdur, amma çalışaram minim. Millete bak, millete. Elə bil ki, bütün 4 milyonluq Toronto buradadır. Artıq qaranlıq da gəldi çıxdı, amma mən hələ ki növbədəyəm. Axır ki 3 saate yaxın zülmdən sonra mən mindim. Aşağıda dostlarım beni görüp ve beni çağırırlar. Deyirəm bu kişinin kızları aşağıda beni necə görüblər.
eastbound train that is now boarding. I wanna smoke. Ona görə mənim kimi bax 2 saat yarım növbədə gözləməyə dəyməz. Mənim kimi vaxtınızı itirməyin. Ona görə sizə məsləhətim odur ki, çalışın adi günlərdə gəlin. Həftə sonu yox, 6 bazar günləri getməyin çünki 2 saat yarım növbəni gözləyəcəksiniz və cəmi bir dənə, yəni birinə minəcəksiniz ya minməyəcəksiniz. Çünki çoxsu gözləmədi, dözmədi, artıq sonra döndü çıxdı getdilər evinə. Ona görə məsləhətim adi günlərdə gedin. Bu video keçən il olub, amma mən indi yazdırıram. Növbəti sərgi yenə olacaq. Bu ilin 2025-ci ilin avqustun 15-də başlayacaq və sentyabrın 1-də sonuncu gün olacaq, bitəcək. Belə çalışaram yenə bu il gedim və ətraflı bir çox karusellərə minim və ətraflı sizə çəkib növbəti buraxılışların birində sizə təqdim edəcəm. İndi isə sizi birazca bu sərgi haqqında məlumatlandırım. Deməli belə, Kanada Milli Sərgisi CNE, Canadian National Exhibition, sentyabrın ilk bazar ertəsi Əmək gününə qədər avqustun 3-cü cümə gününə kimi davam edir. Kanadanın Ontario provinsiyanın Toronto şəhərindəki sərgidə baş tutan illik yarmarkadır. Hər il təxminən 1,6 milyon ziyarətçi ilə CNE Kanadanın ən böyük illik icma tədbiri və Şimali Amerikanın ən yaxşı yarmarkalarından biri sayılır. O zamanlar Toronto Sənaye Sərgisi kimi tanınan sərgi ilk dəfə 1879-cu ildə əsasən Torontoda və ərazidə kənd təsərrüfatı və texnologiyanı tanıtmaq üçün keçirildi. Kənd təsərrüfatı mütəxəssisləri, mühəndislər və alimlər öz kəşflərini və ixtisaslarını CNE-də sərgilədilər. Tədbir daha sonra karnaval, canlı musiqi, paradlar, hava şousu, müxtəlif əyləncələr, idman tədbirləri, eləcə də sənət nümayişləri və xüsusi satıcılar və yeməkləri əhatə etməklə genişləndi. Xüsusi tədbirlərə Döyüşlər Günü paradı, Əmək Günü paradı və Kanada Beynəlxalq Aviasiya şousu daxildir. Biletin qiyməti 25 dollaradır, amma 13% dövlətə vergi ilə bir yerdə 28 dollara gəldi çıxdı. Aşağıda sizə qeyd etdim sərginin ofisial veb-saytı. Buyurun indidən girib və artıq biletləri ala bilərsiniz. Artıq biletlər satışdadır. Kanalıma abunə olun. Zəng düyməsini basın, videonu bəyənib və dostlarınızla birgə öz sosial şəbəkələrinizdə paylaşmağı unutmayın. Bugünə isə bu qədər. Sağ olun, salamat qalın.